ki, qaydamız bu cürdür söz yazıcılığında. Birinci kök gəlir, sonra leksik şəkilçi gəlir, sonra da qrammatik şəkilçi gəlir. Amma bu qayda pozula bilər. Birinci kök gəlib, sonra qrammatik, sonra leksik. Mən demişəm ki, Azərbaycan dilində qayda keçdikcə görəcəksin ki, qaydalardan sonra müəllimi istisnalar deyil. Azərbaycanda istisnalar boldur. Amma ki, yenə də biz deyirik ki, istisnalar qaydalarımızı pozmur. Və yaxud da leksik gələ bilər, kök gələ bilər. Bunların hər birinə aid bir nümunə göstərəcəm. Bax, kök, leksik, qrammatik. Məsələn, dənizçilər sözü deyirəm. Dənizçilər. Sözümüzün kökü nədir? Dəniz. Çi, leksiklər, qrammatikdir. Bir də sonuncu aid nümunə deyim. Bu, ön şəkilçilərdir. Ön şəkilçilər sözün önündə gəlir. Bunlar hansıdır? Na, bi, ba, la, a, anti, zi, ziba. Məsələn, onlar çox istifadə olunmuyor. Məsələn, zişur, şursuz mənasındadır. Məsələn, co, mərd mənasında. Bunlar ön şəkilçisidir. Məsələn, co, mərd. Co, leksik, mərd, qrammatik, kök olacaq. Bəs kök, qrammatik, leksik bu hansıdır? Bu olacaq çı, daçı, sız və gil şəkilçisi ilə düzələn sözlərdə birinci qrammatik gəlir, sonra leksik gəlir. Məsələn, dayımgil. Dayı sözün köküdür. M mənsubiyyət mənim dayımla söhbət gedir. Gil leksik şəkilçi olacaq. Bunlar bu şəkilçilərdən sonra birinci qrammatik, sonra leksik gəlir. Amma digər hallarda birinci kök, leksik və qrammatik şəkilçisi istifadə olunacaq.